Salam müəllimlər, sınaq 18-in izahlarına baxırıq. Birinci sual. Doğru fikirləri müəyyən edin. Küləyin gücü ilə sürəti tərs mütənasibdir. Bu yanlış ifadədir, düz mütənasibdir. Çünki küləyin sürəti nə qədər çox olarsa, gücü də o qədər çox olur. İkinci ifadəyə baxırıq. Havanın temperaturu aşağı düşərsə, doymamış hava doymuş havaya çevrilə bilər. Bu ifadə doğrudur. Temperatur aşağı düşərsə, yağış yağacaq və doymamış hava doymuş havaya çevriləcək. Yanvar ayında Bakı şəhərində cənub küləkləri hakim olur. Bu ifadə yanlışdır. Deməli, burada hələ ki yanlışlar 1 ilə 3-dür. Meteoroloji stansiyalarda havanın nisbi rütubətliyi hiqrometr vasitəsilə ölçülür. Təbii ki, psixrometrdə, hiqrometrdə rütubəti ölçən cihaz hesab olunur. Burada işarə edim. Demək 1 yanlışdır, 3 yanlışdır. Daha sonra İqlim xəritələrində eyni temperatura malik olan nöqtələri birləşdirən əyri xəttlərə izobarlar deyilir. İzobar təzyiqə aid termindir. Ona görə də temperaturda izoterm olmalıdır. 5 də yanlışdır. Arktika və Antarktika səhralarında vahələrə rast gəlinir. Təbii ki, 2, 4, 6 sualın doğru cavabıdır. A variantı. İkinci suala baxırıq. Şimali Afrikada rütubətli iqlim şəraitində, Qrenlandiyada isə buzların altında isti iqlim şəraitində yaşamış canlı orqanizmlərə aid qalıqlar aşkar edilmişdir. Bu faktların araşdırılması ilə məşğul olan elm sahəsi hansıdır? Təbii ki, bu paleontologiyadır. Baxın, dərslikdə də qeyd olunub. Paleontologiya elminin tədqiqatları Şimali Afrikada rütubətli iqlimdə, Qrenlandiyada buzlar altında isti iqlimdə canlıların, qalıqların olduğu aşkar edilmişdir. Üçüncü suala baxırıq. Yer kürəsinin sxemdəki vəziyyətinin baş verdiyi tarix ilə bağlı olan hansı fikir doğrudur? Sual 3. Yer kürəsinin sxemdəki vəziyyətinin baş verdiyi tarix ilə bağlı hansı fikir doğrudur? Gördüyünüz kimi günəş şüaları şimal və cənub yarımkürəsini bərabər işıqlandırır. Deməli, bu tarix 21 mart və 23 sentyabra uyğun gələcək. İndi isə baxırıq variantlara. Bu tarixdən etibarən günəş şüalarının günorta vaxtı minimum düşmə bucağının 66,5 dərəcə olduğu coğrafi enlikdə cisimlərin kölgəsinin uzunluğu artmağa başlayır. Bilirik ki, ekvatorda minimum düşmə bucağı 66,5 dərəcədir və günəş 21 mart və 23 sentyabrda ekvatorda zenitdədir. Zenitdə olduğu halda ekvatorda kölgə sıfırdır. Amma bu tarixdən etibarən dediyinə görə, ona görə də kölgə uzunluğu artmağa başlayacaq. Ekvatorda sıfırdır. Ekvatordan sonra isə artmağa başlayır. Deməli, doğru ifadəni bizdən istədiyinə görə elə A doğru cavabdır. Digərlərinə də baxırıq. Bu tarixdə 30 dərəcə şimal və cənub enliklərində şaquli cisimlərin kölgələri günorta vaxtı eyni istiqamətləri göstərər. Buradan qeyd edək 30 şimal, burada da 30 cənub. 30 şimal günəşi özündən cənubda gördüyünə görə, yəni ekvatordadır, yəni zenitdə. Kölgə düşəcək şimala. 30 cənub enliyi günəşi, yəni ekvatorda olduğuna görə, günəşi şimalda gördüyünə görə kölgə düşəcək cənuba. Fərqli istiqamətlər oldu da. Biri şimal oldu, biri cənub oldu. Amma burada isə deyir, eyni istiqamətləri göstərər. Bu ifadə ona görə yanlışdır. Daha sonra 20 dərəcə şimal enliyində yerin xəyali ox ətrafında orta fırlanma sürəti artar. Bu yanlışdır. Bilirik ki, heç bir əlaqəsi yoxdur bundan. Yəni yerin fırlanma sürəti ən çox ekvatordadır. Ekvatordan qütblərə doğru getdikcə azalmağa başlayır. Ona görə biz qütblərə hərəkətsiz nöqtələr deyirik həmçinin. Yəni bu da yanlış olacaq. Deyə baxırıq, bu tarixdən başlayaraq ekvator xətti boyunca gecə və gündüzün uzunluqları dəyişər. Bilirik ki, 21 mart və 23 sentyabrda 12 saat gecə, 12 saat gündüz olur. Ekvatorda sabitdir, dəyişməz. Yanlışdır. Bu tarixdən başlayaraq İslandiya və Yeni Zelandiya adalarında gündüzün uzunluğu azalmağa başlayır. Təsəvvür edin ki, İslandiya şimal yarımkürəsindədir, Yeni Zelandiya isə cənub yarımkürəsində. Normalda biz deyirik ki, məsələn, şimalda gündüz artarsa, düzdürmü? Gecə qısalır, cənub yarımkürəsində bunun əksinə olur. Eyni anda həm şimalda, həm cənubda gündüzün uzunluğu azalmağa başlayacaq. Bu ifadə tamamilə yanlışdır. Özü də bu tarixdən, yəni 21 mart və 23 sentyabrdan isə əlaqəsi yoxdur. Ona görə yanlışdır. Müvafiq olaraq şimal tropik xəttindən cənubda və şimalda yerləşən adalar. Yəni bu adalardan bəziləri mülayim işıqlanma qurşağında yerləşir. Yəni şimal tropikindən şimalda yerləşən adalar. Baxaq. Gördüyünüz kimi Ryukyu adaları Yaponiya adalarıdır. Şimal tropikindən şimalda yerləşir. Daha sonra Hainan adası şimal tropikindən cənubdadır. Yamayka adası
Şimal tropikindən cənubda yerləşir. Yəni tropik işıqlanma qurşağında. Madeira və Yaşılburun adaları. Madeira şimal tropikindən şimalda yerləşir. Portuqaliya adasıdır. Yaşılburun isə şimal tropikindən cənubda yerləşən adadır. Azor adaları da Portuqaliya adasıdır. Divergent zonada yerləşən adadır. Yəni Şimali Amerika və Avrasiya litosfer tavasının ayrılması nəticəsində yaranmışdır. Şimal tropikindən şimaldadır. İndi isə gəlin qruplaşdıraq. Şimal tropikindən cənubda yerləşən adalar Haynan, Yamayka və Yaşılburun. Digərləri, yəni 2, 4, 6 Rüki adaları, Azor adaları və Madeira adası isə şimal tropikindən şimalda yerləşir, yəni mülayim işıqlanma qurşağında. Doğru cavab A variantı olacaq. 5-ci suala baxırıq. Düzgün fikirləri müəyyən edin. İrlandiya adası Avrasiya litosfer tavasında yerləşir. Bəli, bu ifadə doğrudur. Antil adaları litosfer tavalarının divergent sərhədində yerləşir. Xeyr, bu ifadə yanlışdır, konvergent olmalıdır. Hind-Avstraliya tavası ilə Sakit Okean litosfer tavalarının sərhədində nov şəkilli çökəkliklər mövcuddur. Bəli, çünki konvergent sərhəddə nov şəkilli çökəkliklər üstünlük təşkil edir. Özü Sakit Okeanda daha çoxdur. 1-3. Antarktida və Hind-Avstraliya litosfer tavalarının sərhədində Orta Okean dağ silsiləsi mövcud deyil. Bu ifadə yanlışdır. Ayrılma zonalarında, tavaların ayrılma sərhədində Orta Okean dağ silsiləsi mövcuddur və Hind Okeanında Kerguelen, Maskelyne adaları da divergent zonada yerləşən ada hesab olunur. Həmçinin eləcə də Antarktida və Hind-Avstraliya litosfer tavalarının ayrılmasında Orta Okean dağ silsilələrini də biz görə bilərik. Bu deyil deyə biz bu ifadəni yanlış götürürük. İndi-Girka və Kolima çaylarının axdığı ərazilər Orta Qırışıqlıq vilayətində yerləşir. Bilirik ki, orada Çerski və Verxoyans dağları ki var, Mezozoy qırışığında yaranmış dağlardır və bu çayların qollarını həmin dağlardan götürdüyünə görə biz axdığı əraziləri Mezozoy qırışığına da aid edə bilərik həmçinin. Mənbəyini də həmçinin. Bu doğru ifadədir. Daha sonra Ərəbistan və Hindistan yarımadaları eyni qırışıqlıq vilayətində yerləşir. Eyni qırışıqlığı deyil, Ərəbistan Baykal qırışıqlığıdır, amma Hindistan qədim platformadır və onun sipərləridir. Xəritədə də görə bilərsiniz. Ona görə biz bu ifadəni yanlış götürürük. 1-3-5 sualın doğru cavabıdır. 6. Böyük Suarcı dağ silsiləsi üçün doğru fikirləri müəyyən edin. Maksimal hündürlüyü Kap dağlarının maksimal hündürlüyündən daha az, Ural dağlarının maksimal hündürlüyündən isə daha çoxdur. İlk öncə Kap dağlarının hündürlüyü 2502 metrdir. Hertzin qırışığında yaranmış dağdır. Daha sonra Ural dağlarının hündürlüyü olacaq 1896. Sonra burada hansı dağı verib? Böyük Suarcı dağlarda 2228. Böyük Suarcı dağları təbii ki, Kap dağlarından hündürlüyü deyir ki, azdır. Təbii ki, 2502-dən az olacaq. Amma Ural dağlarından çoxdur. Təbii ki, Ural dağları 1896 metr. Yəni bu dağlardan daha çox olacaq hündürlüyü. Bu ifadə doğrudur. Biri doğru götürürük. 2. Sakit Okean və Hind-Avstraliya litosfer tavalarının konvergent sərhədində yerləşir. Bilirik ki, Avstraliya tavalarının sərhədində yerləşmir. Eləcə də Avstraliyanın daxilində olan dağlar olsun. Yəni bunlar tavalarının sərhədindən kənardadır. Bu ifadə yanlışdır. Cənub istiqamətə doğru hündürlüyü artır. Təbii ki, Kastyuşka zirvəsi də cənub hissələrdə yerləşir. 2228 metr. Doğru ifadə. Şərq yamaclarına bol yağıntı düşür. Doğru ifadədir. Hətta Şərqi Avstraliya isti cərəyanı təsir göstərir. Qədim dağlar olub Baykal qırışığında yaranıb. Xeyr, Hertzin qırışıqlığında olacaq. Yerləşdiyi materikin ən hündür zirvəsi bu dağlarda deyil. Xeyr, bu dağlardadır. Bayaq da dedim, Kastyuşka 2228 metr. Deməli, bu sualın doğru cavabı 1-3-4 olacaq A variantı. Sual 7. Uyğunluğu müəyyən edin. Çökmə suxurlar, maqmatik və metamorfik suxurlara uyğun olanları seçməliyik. Burada Glauber duzunu görürük. Glauber duzu bilirsiniz, Boğazqol körfəzində, Türkmənistanda çıxarılır. Bir də dolomit. Azərbaycanda dolomit hardadır? Təbii ki, Naxçıvanda. A ilə B aid olacaq çökmə suxuru. Daha sonra burada Pemza, suda üzən yeganə daş, biri diorit, maqmatik suxurlara aiddir.
Kvarsit və qneis isə metamorfik suxurdur. Metamorfik suxurlar bilirik ki, vulkanik və çökmə suxurların yüksək təzyiq və temperatur altında öz fiziki və kimyəvi xassələrinin dəyişməsidir. Yəni elə mənası da çevrilmə deməkdir, metamorfoz sözündən götürülüb. Qranit qneisə, əhəng daşı mərmərə, daş kömür qrafitə, qrafit almaza, kristallik şist fillitə, gilli şistə, qum daşı kvarsitə çevrilir. Burada kvarsit və qneis aid olacaq metamorfik suxurlara. 8-ə baxırıq. Azərbaycan Respublikası ərazisində mövcud olan filiz mənşəli faydalı qazıntı yataqlarını seçin. Filiz olar məsələn civə, qızıl, xromit ya polimetal. İndi burada verilənlərdən söhbət gedir. Levçay bilirik ki, civə yatağıdır Kəlbəcərdə. Zod qızıl yatağıdır Kəlbəcərdə. İpək xromit yatağıdır Laçında. Kastaq polimetal yatağıdır Balakən Zaqatalada. Demək filizləri seçirik. Burada 1, 2, 4, 6 sualın doğru cavabıdır. Digərlərinə də baxaq. Nehrəm, Daşduz, Naxçıvanda. Qaraçala, neft yatağı Salyanda. Çovdar, barit yatağıdır Daşkəsəndə. Hökməli, kvars qumu Hacıvəlli Hökməli, Abşeronda. Digər suala baxırıq. Doğru fikirləri müəyyən edin. Çili və Yeni Zelandiyanın cənub sahillərində mülayim dəniz iqlim tipi müşahidə edilir. Bu ifadə tamamilə doğrudur. Çilidə demişdik ki, həm subtropikin Aralıq dənizi, həm də mülayim dəniz iqlimi var. Yeni Zelandiyanın da, Tasmaniyanın da, yəni cənub hissələri mülayim dənizdə yerləşir. Bu ifadə doğrudur. İşarələyək. Okeanların dərinliklərinə getdikcə suyun orta sıxlığı azalır. Xeyr, dərinliyə getdikcə suyun orta sıxlığı artar olmalıdır. Bu ifadə yanlışdır. Biz bilirik ki, okean suyun orta sıxlığı 1025 kiloqram bölünsün metr kubdur. Amma dərinlik artanda temperaturdan və duzluqdan asılı olaraq bu sıxlıq da artacaq. Hudson, Maine, Biskay və Fin körfəzləri eyni okean hövzəsinə aiddir. Maine körfəzi Şimali Amerikada, Atlantik okean, Biskay körfəzi bilirik ki, Luara və Harona çaylarının mənsəbi olan körfəzdir. Atlantik okeanına. Fin, Riga, Botnik, Baltik dənizində yerləşən körfəzdir və Neva çayının mənsəbi sayılır bu körfəz. Həmçinin Atlantik okeanına aiddir. Amma Hudson körfəzi isə aid olacaq Şimal Buzlu okeana. Yəni bu ifadə yanlışdır. Yəni eyni okean deyil. Tarim çayı daxili axarsuz hövzəyə aiddir. Doğru ifadədir. Bu çay yaylarında bol sulu olur. Çin ərazisindən axır. Mənsəbi də Lobnor gölüdür. Digər ifadəyə baxırıq. Balaton, Taymır və Venerin gölləri müxtəlif yarımkürələrdə yerləşir. Balaton yerləşər Macaristanda, Taymır yarımadasında Taymır gölü Rusiya, Venerində, Vetlerin İsveçdə və bu üç göl Qrinviçdən şərqdə və şimalda yerləşir. Şimal yarımkürəsində, yəni şimal-şərq yarımkürələrinin üçü də yerləşəcək, amma müxtəlif yarımkürə ifadəsi burada yanlışdır. Samur və Katex çaylarının mənbələri Qutondağdır ifadəsi tamamilə doğrudur. Yəni bu sualın doğru cavabı 1, 4, 6 olacaq A variantı. Sual 10. 13-cü və 20-ci saat qurşaqlarının hansı oxşar cəhəti 8-ci saat qurşağının saat qurşağı üçün fərqlidir? 3 yarımkürədə yerləşir. Bilirik ki, 0,24 və 12-ci saat qurşaqları 4 yarımkürədə, yerdə qalan nə qədər saat qurşağı varsa 3 yarımkürədə yerləşir. Yəni bu ifadə 3 saat qurşağının 3-ü üçündə oxşar xüsusiyyətdir. Biz götürmürük. Çünki 8-ci saat qurşağından fərqli olmalıdır ifadə. Keçdiyi okeanlardan biri 4 yarımkürədə yerləşir. Gəlin ilk öncə hesablayaq. 13-cü saat qurşağı bilirik ki, qərb yarımkürəsindədir. 24-dən 13-ü çıxırıq, vururuq 15-ə, olacaq 165 qərb uzunluğu. 20-ci saat qurşağı qərbdədir. 24-dən 20 çıxırıq, vururuq 15-ə, olacaq 60 dərəcə qərb uzunluğu. 8-ci saat qurşağı şərq yarımkürəsindədir. Sadəcə 15-ə vururuq, olacaq 120 dərəcə şərq uzunluğu. Deməli, uzunluqların keçdiyi biz materiklərə fikir verməli, okeanlara fikir verməli. Burada deyir, okeanlardan biri 4 yarımkürədə yerləşir. Əvvəlcə bilməliyik ki, hansı okeanlar 4 yarımkürədə yerləşirdi? Təbii ki, Sakit okean ilə Atlantik okean. 13-cü saat qurşağı, yəni 165 dərəcə qərb uzunluğu
Sakit Okeandan keçir. Deməli, Sakit Okean 4 yarımkürədə yerləşən okeanlardır. Deməli, bu 13-cü saat qurşağı üçün doğrudur. 20-ci saat qurşağı, yəni 60 dərəcə qərb uzunluğu Atlantik Okeandan keçir. Atlantik Okeanda 4 yarımkürədir. 8-ci saat qurşağı, yəni 120 dərəcə şərq uzunluğu Şimal Buzlu Okeandan keçir. Hind Okeanından keçir və Sakit Okeandan da keçir həmçinin. Ona görə də biz bu ifadəni hər üçünə aid edirik. Daha sonra 3 materik ərazisindən keçir. 3 materikdən. Deməli, 120 dərəcə şərq uzunluğu keçər Asiyadan, yəni Avrasiya materikindən, Avstraliyadan və Antarktidadan. Deməli, 3 oldu. 60 dərəcə qərb uzunluğu Şimali Amerikadan, Cənubi Amerikadan və Antarktida materikindən. Ümumiyyətlə, bütün uzunluqlar axırda Antarktida materikində birləşir deyə biz hamısını Antarktida materikini əlavə etməliyik onsuz da. 165 dərəcə qərb uzunluğu isə keçər Alyaskadan. Alyaska da Şimali Amerikadır da. Bir də Asiyada yerləşən o ucqar nöqtə ki var, Çukotdan keçir. O da aid olacaq Avrasiya materikinə. Deməli, Avrasiya və Şimali Amerika, bir də Antarktida əlavə etdik. Deməli, bu uzunluq da 3 materikdən keçdi. İstər 120 dərəcə şərq uzunluğu, 60 dərəcə qərb uzunluğu, bir də 165 dərəcə qərb uzunluğun hər üçü 3 materikdən keçmiş oldu. Deməli, fərqli xüsusiyyət deyil. 2-də çıxdıq, 3-də çıxdıq, yerdə qalır 4, 5, 6. Keçdiyi materiklərdə mütləq monarxiya idarə etmə formasına malik olan ölkə yoxdur. Bilirik ki, yəni 13-cü saat qurşağı, yəni 165 dərəcə qərb uzunluğu və 60 dərəcə qərb uzunluğu keçər. Məsələn, Şimali Amerikadan keçir. 60 qərb həm Şimali, həm də Cənubi Amerikadan keçir. Orada monarxiya yoxdur. Amma 8-ci saat qurşağı, yəni 120 dərəcə şərq uzunluğu təbii ki, Asiyadan keçir axı. Asiyada da elə Yaponiyanı götürmək olar monarxiya, orada Butanı monarxiya götürmək olar və s. Yəni Asiya qitəsində monarxiya var. Deməli, bu ikisində olmadı oxşar xüsusiyyətdə, amma 8-ci saat qurşağında olduğuna görə fərqli xüsusiyyətli deyil, biz 4-ü götürməliyik. 5-i daha doğrusu. 4-ü heç oxumamışam. 5-i götürürük. 4-ə baxaq. Şimal yarımkürəsinin ən aşağı temperaturunun müşahidə olunduğu məntəqənin yerləşdiyi materikdən keçmir. Təbii ki, biz 60 qərb və 165 deyəndə qərb yarımkürəsində yerləşən materikləri nəzərdə tuturuq. Orada şimal yarımkürəsinin ən soyuq məntəqəsi Oymyakondur da, orada yerləşmir. Deməli, bu ikisi oradan keçməz. 8-ci saat qurşağı, yəni 120 dərəcə şərq uzunluğu isə həmin materikdən, Avrasiya materikindən keçər deyə 4 doğru ifadədir. Eyni ölkə ərazisindən keçir. 8-ci saat qurşağı, məsələn, 120 dərəcə şərq uzunluğu Rusiyadan və Çindən keçər. 165 dərəcə qərb uzunluğu, 60 dərəcə qərb uzunluğu qərb yarımkürəsində yerləşən materiklərdən keçir də, yəni əlaqəsi yoxdur. Təbii ki, fərqləndirici xüsusiyyəti deyə altını da biz aid etməliyik. Sual 11. A məntəqəsi 18-ci saat qurşağının orta meridianı üzərində, B məntəqəsi isə 6-cı saat qurşağının orta meridianı üzərində yerləşir. 40 dərəcə şimal enliyində yerləşən bu məntəqələr arasındakı ən qısa məsafənin 1/60 milyon miqyaslı xəritədə neçə santimetr olduğunu müəyyən edin. İlk öncə biz 18-ci saat qurşağının orta meridianı tapmalıyıq. 24-dən 18-i çıxırıq, 15-ə vururuq, 90 dərəcə qərb uzunluğu. Daha sonra B məntəqəsi 6-cı saat qurşağının orta meridianı deyir. 6-cı saat qurşağının orta meridianı olacaq 90 dərəcə şərq uzunluğu. 90 qərb, 90 şərq toplayanda olacaq 180 dərəcə. Daha sonra deyir ki, 40 dərəcə şimal enliyində yerləşən bu məntəqələr arasındakı ən qısa məsafənin əvvəlcə tapmalıyıq. Bunu qütbü aşmaqla tapa bilərik. A və B məntəqələri əks meridianlar üzərində yerləşir. Baxın, bu formada. 40 şimal enliyində olacaq. 40-dan 90-a olacaq 50 dərəcə. Sonra 90-dan 40-a yenə də 50 dərəcə. Toplayanda olacaq 100 dərəcə. Təbii ki, məsafəni tapanda 111-ə vurmaq lazımdır. Olacaq 11.100 kilometr. Burada da 1 santimetrdə 600 kilometrdir. 600'e bölüb taparıq 18,5. Yəni Y variantı. 12-ci suala baxırıq. Doğru olmayan fikirləri müəyyən edin. Ekvatorial və mülayim təzyiq qurşaqları termik alçaq təzyiq sahəsində yerləşir.
Düzdür, ekvatorial və mülayim alçaq təzyiqdə yerləşsə də, ekvatorial olacaq termik, amma mülayim və tropik dinamik təzyiq qurşaqlarıdır. Amma biz dinamik alçaq deyərkən mülayim, dinamik yüksək deyərkən tropik deməliyik. Burada termik dediyinə görə mülayimə aid etmirik. Yanlış ifadədir. Bizə də yanlış lazımdır. Tornado, tayfun, Vili və Baguyo tropik siklonlarının yerli adlarıdır. Təbii ki, bu ifadə də doğrudur. Amma götürmürük. Bilirik ki, Vili Avstraliya, tornado Şimali Amerikada, tayfun Şərqi Asiya, Baguyo isə Filippinə aiddir. Yerli Sirokko küləyinin səciyyəvi olduğu ölkə platformada yerləşir. Sirokko olacaq İtaliya. İtaliyada geosignalda yerləşən ölkədir. Platformada dediyinə görə yanlış ifadədir, bizə lazımdır. Yağış ölçən cihaz hiqrometr. Xeyr, yağışı ölçən cihaz plüvimetr olacaq. Bu ifadə yanlışdır. 1, 3, 4 artıq sualın doğru cavabıdır. Digərlərinə də baxaq. Yanvar ayında Nalabor düzənliyində 1 kub metr havanın su buxarı ilə doyma həddi Mesopotamiya ovalığındakından daha yüksəkdir. Təbii ki, temperaturdan asılı bir şeydir. Yəni havanın su buxarı ilə doyma həddi deyəndə, yəni hava nə qədər istidirsə, doyma həddi bir o qədər yüksək olar. Nalaborda yanvar ayı dediyi üçün, yanvar ayı yay ayları isti nə vaxtdır? Cənub yarımkürəsində. Nalabor da cənub yarımkürəsində yerləşdiyinə görə, orada yay olduğuna görə, təbii ki, orada yüksək olacaq doyma həddi. Birdən desəydik iyul ayında, o zaman siz Mesopotamiyanı götürərdiniz. Bu ifadə doğrudur. Arktik iqlim qurşağında ən isti ayın orta temperaturu Antarktik iqlim qurşağından daha yüksəkdir. Təbii ki, bu ifadə də doğrudur. Çünki Arktika Şimal Buzlu Okeanın üzərində yerləşdiyinə, yəni suyun da yumşaldıcı təsiri olur da. Amma Antarktika cənubda örtük buzlağın üzərində yerləşir. Antarktida materikindədir. Orta hündürlüyü də böyük olur. Təbii ki, istər-istəməz təsiri olacaq temperaturunda, həm də ən soyuq yer kürəsində məntəqə Antarktidada Fuji günbəzindədir. Ən güclü küləklər də Antarktida materikində əsir. Birlik buxtasında, Adeli torpağında indi suya, quruya görə fərqlənir. Belə, yəni bu ifadəni də doğru götürürsünüz. 1, 3, 4 A variantı. Amma bizə yanlışlar lazım idi deyə ona görə A variantı. 13-ə baxırıq, sxemdə təsvir edilmişdi. Təsvir edilib təbii ki, daimi küləklər, passatlar, qərb küləkləri, bir də qütb küləkləri. A variantı olacaq. 14-ə baxırıq. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Kənar, adalararası dənizlər, daxili dənizlər. Yəni dənizləri coğrafi mövqeyinə görə qruplaşdırmalıyıq, doğru sıraları tapmalıyıq. Bering kənar dəniz verir, Fiji adalararası, daxili dənizdə qırmızı. Yəni Hind okeanında daxili dəniz, qırmızı dənizi təbii ki, bu ifadə, yəni bu sıra doğru olacaq. Kənar dəniz Uerdel, Yavanı adalararası dəniz verib, Beaufort'u daxili. Beaufort kənar dəniz olacaq, Makkenzi çayının özü də mənsəbidir. Karib dənizi kənar dəniz. Bəli, Baffin adalararası, Grenlandiya ilə Baffin adası arasında yerləşir. Baltik də daxili dənizdir. Bu ifadə də doğrudur. Şimal kənar dənizdir. Sulawesi adalararası, İrlandiya daxili. Xeyr, İrlandiya adalararası dənizdir. Böyük Britaniya ilə İrlandiya adası arasında yerləşir. Ross kənar dənizdir. Banda adalararası, Azov daxili dəniz. Bu ifadə doğrudur. 1, 3, 5 sualın doğru cavabıdır. Moluk kənar dəniz deyil, adalararası dənizdir. Sulu, Sulawesi, Banda, Moluk, Fiji deyəndə Sakit Okeanda yerləşən adalararası dənizlər. Çukot, deməli elə yanlış olduğuna görə Mərmərə düzdür, daxili dənizdir. Çukot adalararası dəniz, bu ifadə yanlışdır. D variantı. 15 xəritə sualıdır. 1. Yaponiyanın ən böyük adası, 2 iqlimdə yerləşən, Yaponiyanın paytaxtının yerləşdiyi, həmçində Fujiyama vulkanının olduğu Honshu adasıdır. 2 isə Shikoku adasıdır. 3 Kyushu adasıdır ki, burada Aso vulkanını görə bilərik. 4 isə olacaq Ryukyu adaları, ikinci adı Nansei və bu adaların hamısı mülayim işıqlanma qurşağında yerləşir. 16. Hansı su kanalı həm suvarma, həm də gəmiçilik məqsədləri üçün istifadə olunur? Təbii ki, Böyük kanal olacaq. Böyük kanal 1700 kilometr uzunluğa malikdir. Şimaldan cənuba doğru uzanır. Yansızı və Xuanxe çaylarını birləşdirir. 17. Xəritə sxemə əsasən rəqəmlərə müvafiq gələn çayları müəyyən edin. 1. Reyn çayıdır. Mənsəbi Niderland. 2. Elba çayıdır. Almaniyadan axır. 3. Odra çayıdır.
Almaniya və Polşa sərhədindən axan çaydır. 4. Polşanın paytaxtı Varşavadan keçən Visla çayıdır. Baltik dənizinə tökülür. Belə dəniz olaraq deyəndə Reyn və Elba çayları, yəni 1 ilə 2 Şimal dənizinə, amma Odra, Visla çayları isə Baltik dənizinə tökülən çaydır. 80 dərəcə cənub enliyində qütb gecələrinin başlandığı tarixdə qütb ulduzunun Polaris görünmə bucağı ilə günəş şüalarının günorta vaxt düşmə bucaqları bərabər olan coğrafi enliyə aid olan xüsusiyyətləri seçin. Deməli, 80 dərəcə cənub enliyində qütb gecələri başlanırsa, deməli günəş 10 dərəcə şimal enliyində zenitdədir. İndi elə bir enlik olmalıdır ki, məsələn, 10 dərəcə şimal enliyində zenitdə olanda tutalım 30 dərəcə şimal enliyinə nə qədər düşər? 90 çıxılsın, enliyi yazırıq 30, zenitdə 10 dərəcədir. Düşəcək 70 dərəcə. Amma gərək qütb ulduzu, yəni Polaris qütb ulduzunun görmə bucağı da eyni olmalıdır axı. 30 şimala məsələn qütb ulduzu 30 dərəcə bucaq altında düşür. Amma burada 70 dərəcə aldıq. Deməli fərqlidir, eyni olmalıdır. Gəlin yoxlayaq 50 dərəcə ilə. 90 çıxılsın, enliyi yazırıq 10 dərəcə bərabərdir. 90-dan da 40 çıxanda 50 dərəcə. İndi 50 şimal enliyini biz deyirik, düzdürmü? 50 şimal enliyində qütb ulduzu neçə dərəcə bucaqla görsənir? Təbii ki, 50 dərəcə. 50 şimal enliyinə nə qədər düşdü? 50 dərəcə. Deməli bərabər oldu. Həmin enliyi biz tapdıq artıq. 50 dərəcə şimal enliyi. Gəlin xüsusiyyətlərə baxaq. Çevrəsinin uzunluğu Bakı şəhərinin yerləşdiyi paralel çevrəsinin uzunluğundan daha böyükdür. Xeyr, Bakı yerləşir 40 dərəcə. Həmin enlik də 50 dərəcədir. Qütbə doğru qısalacaq da, paralellərin uzunluğu qütbə doğru qısalır. Dərəcə uzunluqları artsa belə. Ekvatora doğru, ən uzun paralel ona görə ekvatordur da, ekvatorun qütblərə doğru azalır. Burada deyir ki, böyükdür. Xeyr, qısa olacaq. Bu ifadə yanlış ifadədir. Mülayim işıqlanma qurşağında yerləşir. Təbii ki, biz 40-60 dərəcə, 30-60 deyək. Enliklər mülayim işıqlanma qurşağına aid edirik. 2 materik və 3 okean ərazisi ilə kəsişir. 40 dərəcə paralel, daha doğrusu 50 dərəcə paralel məsələn Atlantik və Sakit okeandan keçər də, nə Hind okeanından, nə də Şimal Buzlu okeandan keçməz. Amma burada 3 okean dediyinə görə biz 3-ü də yanlış götürürük. Günorta vaxtı il ərzində şaquli cisimlərin kölgəsinin istiqaməti yalnız şimal tərəfə düşür. Bu ifadə tamamilə doğrudur. Çünki günəş şimal tropikindədir axı, yəni 23,5 şimal enliyində məsələn. Kölgə təbii ki, əksinə düşəcək. Şimal istiqamətinə düşəcək. Günəşi özündən cənubda gördüyünə görə bu ifadə tamamilə doğru ifadədir. Qütb dairələrinə qədər olan ən qısa məsafə eynidir. Bu isə yanlışdır. Qütb dairələri deyirsə 66,5 dərəcə şimal enliyi, 66,5 cənub enliyi. 66,5 şimal enliyi ilə 50 dərəcə şimal enliyi arasında məsafə ilə 50 dərəcə şimal enliyi ilə 66,5 cənub enliyi arasında məsafə eyni ola bilər? Xeyr. 66,5 cənub enliyi ilə 50 dərəcə şimal enliyi arasında nə qədər məsafə var? 66,5 şimal enliyində yenə qısadır məsafə. Amma qütb dairələri deyir, axı qütb dairələrinə qədər məsafə eynidir. Bu ifadə yanlış olar. 19-a baxırıq. Yəni burada doğru cavablar 2, 4 D variantı oldu. Kür çayı sahilində yerləşən şəhərləri müəyyən edin. Məsələn, Kür çayı sahilində yerləşər Mingəçevir, Yevlax şəhəri, Şirvan, Salyan, Neftçala, Zərdab şəhəri. Bu dediyimiz şəhərlərdən baxsaq, elə Şirvan, Zərdab, Mingəçevir A variantı doğrudur. Məsələn, B-də Kürdəmir olmaz, C-də Ağdaş olmaz, D-də Tovuz, Qazax olmaz, Y-də Bərdə, İmişli olmaz. 20-yə baxırıq. Şimali Amerika və Afrika materiklərinin hər ikisi üçün o hansı oxşar cəhət və ya cəhətlər Cənubi Amerika materiki üçün fərqlidir? 1. Ərazisi 3 işıqlanma qurşağında yerləşir. Yadda saxlayaq. 3 işıqlanma qurşağında yerləşən materiklər Şimali Amerika, Avrasiya və Afrikadır. Deməli, Şimali Amerika və Afrika 3 yarımkürədə, amma Cənubi Amerika üçün fərqlidir, yəni 2 işıqlanmada yerləşir. Ona görə də 1 daxildir. Rum rəqəmi ilə yazaq. 2. Dəyişkən rütubətli meşələr təbii zonasına rast gəlinir. Dəyişkən rütubətli meşələr hər üçündə var. Şimali Amerikada da var, Vestid adaları tərəfdə, Mərkəzi Amerika tərəfdə. Afrika materikində deyəcəksiniz, hardadır? Madaqaskar adasında tropik dəniz iqlimi olduğuna görə dəyişkən rütubətli meşələr təbii zonasını görə bilərik. Cənubi Amerika materikində də Braziliyanın şərq hissəsində görə bilərik. Deməli, hər üç materik üçün uyğundur.
Sahillərində subduksiya prosesi baş verir. Hər üçündə tavalarının ayrılmasını biz görə bilərik. Cənubi Amerikanın ucqar cənub nöqtəsi isə Florid burnu mülayim iqlim qurşağında yerləşir. Yəni əsas iqlim qurşağıdır. Fərqləndirici xüsusiyyət 2, daha doğrusu 1 və 4 olacaq Y variantı. Dünya okeanı çıxışı olmayan ölkələri müəyyən edin. Baxın, ada Sloveniyanı çıxırıq. Çünki bütün ölkələrin gərək çıxışı olmasın. Sloveniyanın Adriatik dənizinə çıxışı var. B-də Kambocanı çıxarıq. C-də bütün ölkələr materik daxilidir. D-də Suriyanı çıxarıq. Y-də Vyetnamı çıxarıq. Vyetnamdır, Kambocadır. Ümumiyyətlə Hindçin yarımadasında təkcə Laos materik daxilidir. Qalan ölkələrin okeana çıxışı var. Hətta İsrailin 2 okeana çıxışı var. Doğru cavab C variantı. 22. Aşağıda verilmiş fikirləri hansı dağlara aid etmək olar? Deməli, 1-ə baxırıq. Ural dağları. Mülayim işıqlanma qurşağındadır. Bir də Hertzin dağ əmələ gəlməsinə yaranıb. Elə doğru cavab A variantıdır. B-yə baxaq. 2, yəni Karpat dağlarına aid cavan qırışıq dağları doğrudur, amma Hertzin dağ əmələ gəlməsinə yaranıb. Xeyr. Alp qırışıqlığı olacaq. Ona görə B yanlışdır. C-də Kap dağlarına aid xüsusiyyətlərə baxırıq. Mülayim işıqlanma qurşağında yerləşir. Doğru ifadədir, amma cavan dağ deyil də qədim dağ olmalıdır. Sonra Pamir dağlarına görə hansı xüsusiyyətlər verilir? Cavandır, doğrudur. Fəaliyyətdə olan vulkanlara rast gəlinmir. Gəlinir yazdığına görə yeni çıxırıq. Ant dağları. Hertzin dağ əmələ gəlməsi xeyr. Ant dağları cavan dağlarda alp qırışıqlığı olmalıdır. Fəaliyyətdə olan vulkanlar isə mövcuddur. Yeni də çıxırıq. 23-ə baxırıq. Müxtəlif təbii vilayətlərdə yerləşən, lakin bir-biri ilə həmsərhəd olmayan fiziki coğrafi rayonlar. Gəlin variantlara belə baxaq, tez olsun deyə. A variantına baxaq, 3 ilə 9, yəni Qanı Xəriçay və Zaqatala Lahıc. Müxtəlif təbii vilayətdə yerləşsin, amma bir-biri ilə sərhəd olsun. Təbii ki, Qanı Xəriçay ilə Zaqatala Lahıc fiziki coğrafi rayonları bir-biri ilə sərhəddə yerləşir. Amma Qanı Xəriçay Kür vilayətindədir, Zaqatala Lahıc Böyük Qafqaz vilayətindədir. 2 və 4, yəni Qobustan, Abşeron və Kür Araz. Təbii ki, bir-biri ilə sərhəddə yerləşir, amma Qobustan, Abşeron Böyük Qafqaz vilayətində, Kür Araz isə Kür vilayətində yerləşir. 1 ilə 8, yəni vulkanik yayla, bir də Araz boyu. Araz boyu və vulkanik yayla Araz boyunu görmür. Çünki orada həkəri var. Ona görə A variantı olmaz. Yanlışdır əslində. Doğru cavab burada A variantı götürülüb. Vulkanik yayla və Araz boyu bir-biri ilə sərhəddə yerləşmir. Məsələn, Araz boyu və Qarabağ olsaydı daha doğru olardı. Qarabağ dağları və Araz boyu bir-biri ilə sərhəddə yerləşir, amma müxtəlif vilayətlərdədir. Növbəti suala baxırıq. Seysmik hərəkətlərə qarşı qabaqlayıcı tədbirlər görən ölkələri müəyyən edin. Təbii ki, seysmik ölkələr olmalıdır. Çad olmaz. Yaponiya olacaq, Meksika, Yaponiya. İrlandiya olmaz. Bir də Polşa olmaz, Şərqi Avropada. Çili olacaq təbii ki, 9,5 bal gücündə, hətta zəlzələ orada olub. 2, 3, 6 sualın doğru cavabıdır. 25-ə baxırıq. Xəritə sxemlərdə verilmiş A ölkəsini B ölkəsindən fərqləndirən əlamətləri müəyyən edin. A. Kolumbiyadır. B isə Venezueladır. Hər ikisi Cənubi Amerikada yerləşir. Xüsusiyyətlərə baxırıq. Fərqləndirici xüsusiyyət olmalıdır. Sahilləri iki okeanın suları ilə yuyulur. Deməli, Kolumbiya 2 okean ola bilər, amma Venezuela 1 olacaq. Fərqləndirici xüsusiyyət. Ərazisində Orinoco çayının su toplayıcı hövzəsi yerləşir. Bu ifadə doğrudur. Kolumbiya və Venezueladan keçir. Daha sonra, yəni oxşar xüsusiyyətdir. Unitar inzibati ərazi quruluşuna malikdir. Venezuela federativdir, amma Kolumbiya unitardır. Fərqləndirici xüsusiyyət. Daha sonra, rəsmi dövlət dili İspan dilidir. Hər ikisində olacaq İspan dili. Mərkəzi Amerika ölkəsi ilə həmsərhəddir. Bu fərqləndirici xüsusiyyətdir. Çünki Kolumbiyanın Meksika ilə sərhədi var, amma Venezuelanın deyil. Karib sahili mövqeyə malikdir. Təbii ki, hər iki ölkənin Karib dənizinə çıxışı var. Bu ortaq xüsusiyyətdir. Fərqləndirici xüsusiyyət 1, 3, 5 olacaq. 26. Aşağıda verilmiş fikirləri hansı gölə aid etmək olmaz? Çad gölü üçün görək hansı xüsusiyyətlər verilir. Burada yazılıb ki, tektonik qrabendə yerləşir. Olmaz deyir. Yəni xüsusiyyət olmasın həmin gölə aid. Bilirik ki, Çad gölü qalıq göldür.
tektonik qrabendə yerləşməz. Bir də yazıb iki ölkə arasında sərhəd təşkil edir. Bu ifadə yanlışdır. Çad gölü sərhəd təşkil eləmir, amma 4 ölkənin ərazisində yerləşir. N'Djamena şəhərindən, yəni paytaxtından da Şari çayı keçir, bu gölə tökülür. A yanlış olacaq. Yəni bu Çad gölünə verilən xüsusiyyətləri aid etmək olmaz. Digərlərini də yoxlayaq. Titicaca gölü 1. Tropik işıqlanma qurşağında yerləşir. Bu ifadə doğrudur. Peru və Boliviya sərhədində dünyanın ən hündür dağ gölüdür. 3812 metr hündürlükdə yerləşir və lama olacaq. Bu göldə qorunur. Sonra iki ölkə arasında da sərhəd təşkil edir. İndi dediyi həmin ölkələri. Deyə baxaq. Tanganika axarlı göldür. Atlantik okeanına aiddir. Doğrudur. Dünyanın ən uzun şirin sulu gölüdür. Həmçinin də tektonik qrabendə yerləşir. Bu ifadələr uyğun gəlir göllərə. Viktoria gölü tropik işıqlanma qurşağında yerləşir. Afrikanın ən böyük gölüdür. 3 yarımkürədə yerləşir. Axarlı göl də Atlantik okeanına aiddir. Amma orada yerləşən Niyasanı Hind okeanına aid etməliyik. C də uyğundur. Cenevrəyə baxırıq. Axarlı göl də Atlantik okeanına doğrudur. İki ölkə arasında sərhəd təşkil edir. Doğrudur. Söhbət Fransa və İsveçrədən gedir. Uyğunluq pozlar A-da. Verilmiş yaş və cins piramidası üçün doğru olmayan fikri müəyyən edin. Burada bu piramidada əhalinin təbii artımı yüksəkdir, yəni ikinci tipə aid olacaq. Yəni təbii artımın yüksək olduğu yerlərdə demoqrafik partlayış olur. Əsasən də bu demoqrafik keçidin ikinci mərhələsinə uyğundur. A-da isə deyir demoqrafik keçidin birinci mərhələsindədir. Elə uyğun olmayan A variantı olar. Digərlərinə də baxırıq təbii ki. Orta ömür müddəti aşağıdır. Təbii ki, görürsünüz, orta ömür müddəti piramida getdikcə ensizləşir. Yəni, bu yaş qruplarına baxsanız, qocaların, yaşlı əhalinin az olduğunu görərsiniz. Yəni, orta ömür müddəti aşağı deməkdir. Amma inkişaf etmiş ölkələrdə əksinə olur. Yaşlı əhali çox olur. B doğru ifadədir. Əmək qabiliyyətli insanların xüsusi çəkisi yüksəkdir. Ümumiyyətlə demoqrafik partlayışın olduğu ölkələrdə əmək ehtiyatları boldur. Məsələn, birinci tip ölkələrdə, təbii artımın birinci tip olduğu ölkələrdə əmək ehtiyatları çatışmaz. D-də də deyir ki, əmək ehtiyatları ilə yaxşı təmin olunmuşdur. Eyni ilə doğru ifadədir. İnsan inkişaf indeksi orta və aşağı olan ölkə üçün səciyyəvi ola bilər. Təbii ki, Afrika və Asiyanın zəif inkişaf etmiş ölkələrində orta və aşağı səviyyədədir. Ümumiyyətlə, bir şey qeyd eləmək istəyirəm ki, demoqrafik keçidin birinci mərhələsinə aid olan ölkə çox azdır. Yəni, əsasən qəbilələr, ekvatorial meşələrdə yaşayan qəbilələri misal göstərmək olar. Daha sonra Somalini misal göstərmək olar. Birinci mərhələyə aid edilir. Təbii artımın birinci tipinə biz inkişaf etmiş ölkələrə aid etdik əsasən, amma bütün inkişaf etmiş ölkələr birinci tip deyil. Hətta Şərqi Avropada inkişaf etmiş ölkə olmasa da birinci tipə aid edilir. Çünki orada artıq təbii artım mənfiyə doğrudur. Mənfidir demək olar ki. Və əsasən inkişaf etmiş ölkələr demoqrafik keçidə görə 4-cü mərhələyə aid edilir əsasən. Yəni orada ölüm də aşağıdır, doğum da aşağıdır. 28-ə baxırıq. Məsələdir. 2000-ci ildə ölkədə əhalinin sıxlığı hər kvadrat kilometrdə 48 nəfər, 2020-ci ildə isə 88 nəfər olmuşdur. Sahəsi 220 min kvadrat kilometr olan ölkədə bu illər ərzində əhalinin orta illik artımını hesablayın. İlk öncə biz 2000-ci ildə ümumi əhalinin sayını tapaq. Sıxlıq bərabərdir, biz əhalini sahəyə bölürdük. Burada da sıxlıq verilib 48 bərabərdir. Sahə verilib 220. Burada x yazaq. Biz 220 mini 48-ə vururuq. Tapırıq əhalinin sayını. Yəni 10.560 min. 2020-də isə burada yazıb 88 nəfər olub. Biz 220 mini 88-ə vuranda alırıq 19 milyon 360 min. Burada 10 milyon 560 min idi. Burada isə 19 milyon 360 min olacaq. Və bunlar arasında fərqi tapırıq, alırıq 8 milyon 800 min. Daha sonra illərə fikir veririk. 2020, 2000. Arada nə qədər var? 20. Və biz 8 milyon 800 mini 20 ilə bölürük. Taparıq əhalinin orta illik artımını.
Yəni 440.000 A variantı. 29-a baxırıq. Bu deltalı çaydır, bu isə estuarili çaydır. Mənsəb forması. Deməli, birdə olacaq. Bu əsasən Şimal Buzlu Okeanı, Latevlər dənizi mənsəbi olan çay Lena çaydır. Yakutsk şəhərindən keçir. Deltalı çay hesab olunur. Amma bu isə ən böyük estuariya malik olan Ob çaydır ki, mənsəbi Kara dənizi hesab olunur. 30-a baxırıq. Ümumi torpaq fondunda əkin sahələrinin payının daha yüksək olduğu ölkələri müəyyən edin. Burada cavab əkin sahələrinin payının yüksək olduğu deyir. Təbii ki, A variantı olacaq. B nəyə görə olmaz? B-də Monqolistan kəskin kontinental iqlimdir. Orada əkin sahələrinin payı yüksək deyil. C-də Norveç dağlıq ölkədir. Olmaz. D-də bilirsiniz necə bir ölkə olmalıdır? Düzənlik olmalıdır, aqroiqlim ehtiyatı bol olmalıdır, məhsuldar torpaqları olmalıdır. Bu da A variantına uyğun gəlir. D-də məsələn, Kosta Rika dağlıq relyefə malikdir. Olmaz. Y-də Kanada soyuq iqlimdədir. Olmaz. Avstraliya səhradır. Olmaz. Beləliklə A variantı olacaq. 31-ə baxırıq. Xəritə sualıdır və cədvəldə verilmiş hansı bəndin doğru olmadığını müəyyən edin. Yəni ilk öncə ölkələrin adını çəkək. 1 olacaq Beliz, 2 Gvatemala, 3 Salvador, 4 Honduras, 5 Nikaragua, 6 Kosta Rika, 7 Panama. Doğru olmadığını istəyir bizdən. 1 və 7 işarəliyə 1, bir də 7. Yazıb ki, Aladi təşkilatına üzv ölkələrdir. Panama Aladi üzv ola bilər, amma Beliz üzv deyil. Ona görə də doğru olmayan deyirsə A variantı olacaq. Təbii ki, digərlərinə də baxırıq. 5 ilə 6. Yəni Nikaragua və Kosta Rika zəlzələ və müasir dağa əmələ gəlmə zonasında yerləşir. Bu ifadə doğrudur. Hətta vulkanlar da var. Nikaraguada Momotombo vulkanı, Kosta Rikada İrazu vulkanlarını misal göstərmək olar. Doğru ifadədir. 1, 2. Yəni Beliz və Gvatemala Meksika ilə sərhədə malikdir. Yuxarıda Meksika yerləşir. Sonra 3 ilə 4. İspan dilli ölkələrdir. Təbii ki, Latın Amerikası ölkələrini biz İspan dilli götürürük. Roman dil qrupu, Katolik dini. Daha sonra 3 ilə 5-ə baxırıq. 3, 5, yəni Salvador və Nikaragua, savana və seyrək meşələr təbii zonasına rast gəlinir ifadəsi də doğrudur. 32-yə baxırıq. Doğru fikirləri müəyyən edin. Afrika, Şimali Amerika və Cənubi Amerika litosfer tavaları həm okean, həm də materik yer qabığından ibarətdir. Bu ifadə doğrudur. Təbii ki, böyük litosfer tavaları həm materik, həm okean. Amma böyük litosfer tavası olan Sakit Okeanı isə yalnız okean demişdik. Bir doğru ifadədir, bizə lazımdır. Şimali Amerika və Hind-Avstraliya litosfer tavaları eyni istiqamətdə hərəkət edirlər. Biz demişdik ki, Şimali Amerika, Cənubi Amerika və Sakit Okean qərbə, qalanları isə şərqə doğru hərəkət edir. Yəni bu ifadə yanlışdır. Kiçik Qafqaz tektonik qalxma zonasında Mezozoy erasının bütün dövrlərinə aid olan çöküntülərə rast gəlinir. Yəni Trias, Yura, Təbaşirə təbii ki, qalxma zonasıdır. Tektonik qalxma zonası. Təbii ki, bura biz Talış dağlarını da, Naxçıvan dağlarını da aid etməliyik. Bu ifadə doğru ifadədir. Daha sonra Trias, Yura, Təbaşir dövrlərinin hakim olduğu müddət paleogen, neogen, antropogen dövrlərinin hakim olduğu müddətdən daha azdır. Xeyr, daha çoxdur olmalıdır. Çünki Trias, Yura, Təbaşir mezozoydur. Mezozoy daha uzun müddət olar. Bu, yəni Kaynozoy erasıdır. Kaynozoy erasından daha azdır, yanlışdır, daha çoxdur olmalıdır. 5-ə baxırıq. Afrika litosfer tavası Nazca litosfer tavasından daha sürətlidir. Bu ifadə yanlış ifadədir. Təbii ki, Nazca litosfer tavası daha sürətli olacaq. Malakka yarımadası orta qırışıqda yaranıb, doğrudur. Mezozoy qırışıqlığı, yəni Mezozoy erasında Kimmer qırışıqlığı. 1-3-6 sualın doğru cavabıdır. D variantı. Sual 33. Mənbəyində eyni dövrün çöküntüləri yayılan çayların verildiyi bəndi müəyyən edin. Məsələn, Naxçıvan çayı başlayar neogen süxurları. Amma Ordubad çay paleogendir, eyni deyil, anı çıxarıq. Məsələn, Mazım çay Yura dövründən başlayacaq. Tərtər başlayar 4-cü dövr vulkanik yayladan, Astara da paleogen olacaq. Deməli, B-də olmayacaq. Daha sonra C-də Arpa çay vulkanik yayladır. Qudyal çay başlayar
Yuradan başlayar. Amma Arpaçay Yuradan başlamır. Ona görə də C də olmaz. Sonra D-də Astaraçay Paleogendir. Türyançay yuxarıdan, yəni Yuradan başlayar. Kürmük Yuradan başlar, amma Astaraçay burada pozur. Y-yə baxırıq. Viləkçay Paleogen, Zəyəmçay da həmçinin Ordubadda. Ona görə Y variantı doğrudur. 34-ə baxırıq. Doğru fikirləri müəyyən edin. Naxçıvanın arazboyu düzənliklərində respublikamızın maksimal və ən yüksək orta illik temperaturları qeydə alınmışdır. Xeyr, orta illik temperatur Naxçıvanda deyil, olacaq Kürarazda. 1 yanlışdır. Azərbaycanda maksimal yağıntı Lənkəran ovalığında müşahidə olunmuşdur. Xeyr, Talış dağlarının ətəkləri olacaq. 2 də yanlışdır. 1 ilə 2-ni çıxırıq variantlardan. Sonra Ceyranbatan və Yenikənd su anbarlarının yerləşdiyi ərazidə eyni iqlim yarım tipi müşahidə olunur. Bəli, yarım səhra olacaq. 3 doğrudur. Böyük Qafqaz, Kiçik Qafqaz və Naxçıvanın dağlıq ərazilərində dağ çöl landşaftlarına rast gəlinir. Doğru ifadədir. Rıvarud yasaqlığının yerləşdiyi inzibati rayonda vulkan mənşəli suxurlar rast gəlinir. Lerikdə təbii ki, bu ifadə doğrudur. 6. Ağdərə, Şahbuz və Yardımlı şəhərləri fərqli tektonik zonalarda yerləşir. Deməli, burada doğru cavab 3, 4, 5-dir. Fərqli deyil, eyni tektonik zonada yerləşəcək. Kiçik Qafqaz qalxmasında yerləşir bu şəhərlər. Y variantı sualın doğru cavabıdır. 35-ə baxırıq. Deməli, 1-də olacaq Norveç dənizi, 2-də Barents dənizi, 3-də Ağdəniz, 4 Kara dənizi. 36. Türk Dövlətləri Təşkilatında iştirak edən müşahidəçi ölkələr Türkmənistan və Macaristandır. Yəni 3 və 6. 37-yə baxırıq. Xəritə sxemdə verilmiş A və B gölləri üçün ümumi əlamətləri müəyyən edin. 1, yəni A burada verilib. Van gölüdür, Türkiyə ərazisində yerləşir. B isə Urmiya gölü İranda yerləşir. İndi isə biz Van və Urmiya gölü üçün oxşar xüsusiyyətləri tapmalıyıq. Hər ikisi tektonik çökəklikdə yerləşir. Bu doğrudur. 1. Dəniz səviyyəsinin aşağıda yerləşir. Yanlış ifadədir. 2-ləri çıxarıq. Şor sulu göllərdir. Bəli. 3 aid olacaq. Daxili axar sövzəyə aiddirlər. Bu ifadədə doğrudur. 1, 3, 4 sualın doğru cavabıdır. Amma 2 qonşu ölkə sərhədində yerləşmir. Van, Tuz gölləri sadəcə Türkiyənin ərazisindədir. Urmiya da İran ərazisində yerləşir. Son illərdə sayəsi fasiləsiz olaraq kiçilməkdədir. Urmiya üçün ola bilər, amma Van gölü üçün deyə bilmərik. Yəni oxşar xüsusiyyət deyil. Ona görə də, yəni indi Urmiya gölünün artıq yəni sahəsi, suyunun yəni səviyyəsi artmağa başlayıb. Və burada doğru cavab A variantı olacaq. 38-ə baxırıq. 1. Civənin işarəsidir. Civə Lefçay, amma Lefçay, Ağyataq, Şorbulaq, Kəlbəcər ərazisində düşəcək vulkanik yayla, Həkəriyə deyil. Daha sonra bu xromit işarəsidir. Toğanalı olmaz. Məsələn, xromit ipək ola bilər, göydərə ola bilər. 2 yanlışdır. 3-ə baxırıq. Polimetal ehtiyatı Mehmanə, amma Gəncə fiziki coğrafi rayonunda olmaz. 4-də Kükürdün işarəsidir. Çıraqdərə, Gəncə fiziki coğrafi rayonu. Bu ifadə, yəni bu sıra tamamilə doğrudur. C variantı. Boksit, Zəylik, amma Qazax Qarabağ olmaz da Gəncə fiziki coğrafi rayonu olmalıdır. 39-a baxırıq. Doğru olmayan fikirləri müəyyən edin. Mərkəzi Aran iqtisadi rayonu 6 iqtisadi rayonla həmsərhəddir. Bu ifadə doğrudur. Şirvan Salyan iqtisadi rayonunda Kür çayının mənsəbi yerləşir. Yəni Neftçaladan söhbət gedir. İranla həmsərhəddir. Biləsuvar vasitəsilə bu ifadə doğrudur. Daha sonra və burada yazıb ki, tərkibində 5 şəhər var və qərb istiqamətində bütün ixrac boru kəmərləri ərazisindən keçir. Hə, yəni bu da doğru olacaq. Araz çayı 3 iqtisadi rayon və 3 təbii vilayətdən axır. 3 təbii vilayətdən axa bilər, amma 4 iqtisadi rayon olmalıdır. Sayaq hansılardır? Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ, Milmuğan. Yanlış istəyir bizdən. 3-ü götürərik. Qazax Tovuz 2, Lənkəran Astara iqtisadi rayonu isə yalnız 1 iqtisadi rayonla həmsərhəddir. Yadda saxlayırıq. Lənkəran Astara ilə Qazax Tovuz iqtisadi rayonları yalnız 1 iqtisadi rayonla həmsərhəddə yerləşir. Amma burada Qazax Tovuzu 2 yazıb deyə yanlışdır.
3 ilə 4 yanlış ifadələrdir. Şərqi Zəngəzur iqtisadi rayonda yarımsəhra və quruçöl iqlim tipinə rast gəlinir. Təbii ki, Zəngilanda məsələn görə bilərsiniz. Bu doğru ifadədir. 3 ilə 4 sualın doğru cavabıdır A variantı. 40-a baxırıq, doğru olmayan sıraları müəyyən edin. Burada qara metal kobalt yazıb. Kobalt əlvan metaldır. Yəni biri götürərik, çünki doğru olmayan istəyir bizdən. Əlvan metal mis, sin, titan, nikel 2 doğrudur. Kimya xammalı apatit, fosforit, kükürt, seolit, gili doğrudur. Tikinti materiallarına travertin, perlit, mərmər, əhəngdaşı aiddir, doğrudur. Qiymətli daşlarda qızılı biz aid etmərik, çıxarıq, 5 bizə lazımdır. Yanar faydalı qazıntılara da fosforiti aid etmərik, çıxarıq. 1, 5, 6 sualın doğru cavabı da Y. Əgər faydalı oldusa bəyənməyi, kanala abunə olmağı və şərhlərinizi bildirməyi unutmursunuz. Sınaq 19-un izahını da yerləşdirəcəm YouTube-a. İzləmədə qalın.